Salam dostlar, mən Arif Sultanov, Mənimlə Öyrən kanalından sizi salamlayıram. Dostlar, ötən dərs biz timeline bölməsini öyrəndik. Bu dərs isə biz gəlin yuxarıdakı alətlər paneli ilə tanış olaq, yəni bu toolları öyrənək. Baxın dostlar, burada birinci ev işarəsi var. Bunun üzərinə vurmaqla biz proqramı açanda bizi qarşılayan pəncərə ilə qarşılaşırıq. Burada biz new project vurmaqla yeni bir proyekt açırıq, open project vurmaqla isə əvvəlcədən gördüyümüz hər hansı bir proyekt açırıq. Bunları biz birinci dərsdə öyrənmişdik. Daha sonra home gəlir. Home yenə həmən bu pəncərədir. Bunu bağlayırıq. Bundan sonra dostlar selection tool gəlir. Hansı ki hal-hazırda bu seçilidir. Baxın dostlar, bu oxun köməyi ilə biz bütün əməliyyatları edə bilirik. Məsələn, hər hansısa bir layer'ımızı seçirik, şəklimizi, videomuzu seçirik. Papkalarımızın içərisinə giririk, onları seçirik. Bunların hamısını selection ilə edirik. Həmçinin buradakı videomuzu yuxarı, aşağı, sağa, sola bu selection tool'un köməyi ilə edirik. Ctrl-Z eləyərək əməliyyatı geri qaytarıram. Dostlar, daha sonra hand tool gəlir. Bunun klaviaturadan qısa yolu H hərfidir. Selection tool'da isə V hərfi idi. Dostlar, hand tool ilə biz bu composition monitorunu hərəkət etdirə bilərik. Yəni belə tutub sağa, sola, istənilən bir tərəfə hərəkət etdirə bilirik. Baxın dostlar, burada biz selection tool ilə bunu sağa, sola eləsəydik videomuz gedəcəkdi. Yəni videomuz sağa, sola çəkiləcəkdi. Hand tool ilə isə biz videomuzu sağa, sola çəkmədən, yəni yaxınlaşıb istənilən bir tərəfinə tutub belə baxıb videomuzun üzərində lazımi yeri tutub belə oynada bilirik. Dostlar, bu yaxınlaşıb uzaqlaşmağı isə mən mouse'un orta knopkası, o fırlanan knopkası ilə edirəm. Daha sonra gəlir zoom tool. Bunun klaviaturadan qısa yolu Z hərfidir. Baxın dostlar, indi videomuzun üzərində belə bir loop işarəsi gəldi. Bu yalnız composition monitorun içərisində işləyir. Baxın, belə istənilən bir tərəfi tutub yaxınlaşdıra bilirik. Məsələn, bu hissəyə yaxınlaşmaq istəsək, bu formada üzərinə vurmaqla yaxınlaşa bilirik. Dostlar, bu yaxınlaşmanı uzaqlaşdırmaq istəsək, klaviaturadan altı basıb saxlayırıq. Baxın, lupanın üzərində minus işarəsi gəldi. Bu zaman üzərinə vurmaqla uzaqlaşdıra bilirik. Baxın, altı basıb saxlayıram, plus minusa çevrilir. Yəni uzaqlaşır. Buraxıram, basıram, yenidən yaxınlaşır. Dostlar, zoom tool'dan sonra bizim burada 3 dənə tool'umuz var, hansı ki bunlar 3D ilə bağlıdır. Yəni baxın, hal-hazırda aktiv deyil. Biz əgər videomuza, şəklimizə, layer'ımıza 3D effektini versək, bu zaman bunlar açılacaq. Hələ ki biz 3D-ni keçmədiyimiz üçün bu üçünə toxunmuram. Daha sonra gəlir rotation tool. Bunun klaviaturadan qısa yolu W hərfidir. Bunu seçməklə dostlar biz videomuzu və yaxud da şəklimizi bu formada döndərə bilərik. Baxın, istənilən tərəfə fırlada bilərik. Ctrl-Z eləyərək əməliyyatları geri qaytarıram. Daha sonra gəlir anchor point tool. Dostlar, deməli bu mərkəz nöqtəsini videonun və yaxud da şəklin dəyişmək üçündür. Baxın, bayaq rotation tool ilə biz bunu fırladanda bunun mərkəzi qalırdı yerində və bu formada fırlanırdı. Biz indi istəyirik ki, bu məsələn mərkəzdən yox, bu hissədən fırlansın. Bunun üçün anchor point'i seçirik və bunu tutub gətirib bu hissəyə qoyuruq. İndi biz yenidən rotation tool'u seçib videomuzu döndərsək, baxın, anchor point'i küncə gətirdiyimiz üçün sanki küncdən sancaqlanıb və oradan fırlanır. Məsələn, indi anchor point-ini dəyişib bu hissəyə gətirsək və yenidən rotation tool'u seçib döndərsək, indi isə bu hissədən dönəcək. Ctrl-Z eləyərək əməliyyatları geri qaytarıram. Daha sonra gəlir rectangle tool. Biz bunun üzərinə basıb saxlasaq, içərisində bir neçə tool'un olduğunu görərik. Burada round and rectangle, ellipse tool, polygon tool və star tool'u var. Deməli dostlar, biz bunun köməyi ilə videomuza və yaxud da şəklimizə masklar edə bilərik və yaxud da burada yeni bir shape'lər yarada bilərik. Belə deyim də, hal-hazırda bizim video seçili olduğu üçün biz bunun üzərində rectangle tool'u
çəksək, bunun üzərində mask edəcək. Ctrl Z eləyərək əməliyyatı geri qaytaram. Biz burada boşluğu seçib yenidən çəksək, bu zaman isə bizim üçün burada çəkdiyimiz şeypi əlavə edəcək. Baxın, məsələn, buradan ulduzu seçib çəkirəm və ulduz formasında bir şeyp çəkir. Yenidən videomuzun üzərinə gəlib ulduz çəksəm, videomuzu mask edəcək. Baxın dostlar. Ctrl Z eləyərək əməliyyatları geri qaytaram. Dostlar, daha sonra gəlir Pen Tool. Bunun klaviaturadan qısa yolu G hərfidir. Bunun da işləmə prinsipi bundan əvvəlki tool ilə eynidir. Sadəcə burada sərbəst olaraq özümüz istənilən formada bir şeypimizi çəkib və yaxud da videomuzu və ya şəklimizi mask edə bilirik. Baxın, boşluğa vursam, çəksəm, bu formada bir şeyp olacaq. Videomuzun üzərində eləsəm, videomuzu mask edəcək. Yəni, bunların hər ikisində işləmə prinsipi eynidir. Sadəcə burada hazır formalardır. Bunda isə sərbəst formada özümüz çəkirik. Ctrl Z eləyərək əməliyyatları geri qaytaram. Dostlar, bunların hamısını biz daha dərindən öyrənəcəyik növbəti dərslərdə. Sadəcə bu dərs toolları ilə tanış oluruq. Daha sonra gəlir Type Tool. Bunun köməyi ilə biz yazılar yaza bilərik. Məsələn, After yazdım, Selection Tool'u seçib yazımı gətirirəm aşağı, işarələyirəm, istəsəm rəngini dəyişə bilərəm. Yenə Selection Tool'un köməyi ilə bunu hərəkət etdirirəm. Daha sonra Rotation Tool'u seçib bunu döndərə bilirəm. Və yaxud da Anchor Point-ini dəyişib bura qoyub buradan döndərə bilirəm. Ctrl Z eləyərək əməliyyatları geri qaytaram. Dostlar, daha sonra gəlir Brush Tool. Brush Tool ilə biz videomuzun və yaxud da şəklimizin üzərində fırça ilə işarələr qoya bilərik. Məsələn, hal-hazırda seçili olan videomuzun üzərinə 2 dəfə vururuq. Burada fikir verin dostlar, görüntü dəyişdi. Biz indi hal-hazırda Composition içərisində olan Layer-in içərisinə keçdik. İndi biz, məsələn, videonu əvvələ gətirirəm. Brush'ımız seçili olan halda bir xətt çəkirəm. Daha sonra videonu biraz qabağa gətirirəm. Brush'ın rəngini dəyişirəm. Və ikinci xəttimi çəkirəm. Bundan sonra dostlar, videonu biraz da qabağa gətirirəm və rəngimi dəyişib üçüncü xətti çəkirəm. Daha sonra biraz da qabağa çəkirəm və deyək ki, bu rəng seçirəm və bu formada işarələyirəm. İndi qayıdıram Composition-a və videomu əvvələ çəkib baxıram. Baxın dostlar, qırmızı xətt gəldi, biraz hərəkət elətdirəm. Burada yaşıl xətt gəldi, biraz da hərəkət etdirəm. Burada göy xəttimiz gəldi. Biraz da qabağa edirəm və bu formada, yazılmış formada çıxır. Məsələn, bunu play eləyim. Play dostlar, biz burada preview'dan da edə bilərik və yaxud da klaviaturadan backspace, yəni o uzun knopkanı basmaqla da edə bilərik. Dostlar, indi bu xəttləri silmək üçün Ctrl Z eləmədən videomun özəlliklərini açıram. Burada effekt bölməsi var. Açıram, baxın Paint gəldi. Paint-i seçib Delete-i basmaqla silirəm. Dostlar, daha sonra gəlir Clone Stamp Tool. Bunu yəqin ki, bir çoxlarınız Photoshop dərslərindən bilirsiniz. Bu After Effects dərsləri ilə bərabər mənim kanalımda Photoshop dərsləri də yayınlanır və orada bunu ətraflı formada keçmişəm. Gəlin indi baxaq bunu After Effects-də necə istifadə edirik. Clone Stamp Tool-umuzu seçirik. Daha sonra hər hansısa bir, məsələn bu şəkli 2 dəfə üzərinə vururuq və layerimizin içərisinə keçirik. Burada baxın dostlar.
Məsələn, tutaq ki, biz bu sarı ağacı buradan yox eləmək istəyirik. Bu zaman 6 basıb saxlayırıq. Baxın, bunun forması dəyişdi. 6 basıb saxlayırıq. Buna yaxın bir yerdən mausu bir dəfə basmaqla rəng götürürük və 6 buraxırıq. İndi isə dostlar, bunun üzərinə vurmaqla bu ağacı silməyə çalışırıq. Daha sonra 6 basırıq, yenə bunun yaxınlığından bir rəng götürürük və bu formada ağacımızı silirik. Baxın dostlar, indi bu ulduzları buradan deyək ki, yox eləmək istəyirik. Yenə 6 basıb saxlamaqla onun ətrafından rəng götürürük və bir dəfə üzərinə vurmaqla onları yox eləyirik. Hansı ulduzu yox eləmək istəyiriksə, üzərinə bir dəfə vururuq və yoxa çıxır. Daha sonra, məsələn, buradan bu quşu yox eləmək istəyirik, 6 basıb saxlayırıq, bir rəng götürürük və bir dəfə üzərinə vururuq. Yenidən qayıdırıq Composition pəncərəsinə. İndi baxın dostlar, buradakı sarı ağac, bəzi ulduzlar və quşlar yoxa çıxdı. Dostlar, daha sonra gəlir Eraser Tool. Bunu da yenə bir çoxlarınız Photoshop dərslərindən bilirsiniz. Bu pozandır və videonun və yaxud da şəklin hər hansı bir hissəsini silmək üçündür. Yenə Eraser Tool'u seçirik və videomuzun və yaxud da şəklimizin üzərinə 2 dəfə vururuq. Yaxınlaşıb, məsələn, bu hissəni silirik. Bunun qara görünməyinə baxmayın, əslində bu yazmır, bunu silir. Məsələn, deyək ki, bu hissəni sildik və qayıdırıq Composition-a. Baxın dostlar, bunun altındakı, qoy videonu söndürüm. Baxın, burada bu şəkli sildiyimiz yerdə göstərir. Videomuzda bu hissəni sildik və onun altındakı bu şəkil silinən yerdən göründü. Ctrl-Z eləyərək geri qaytaram əməliyyatları. Dostlar, daha sonra gəlir Roto Brush Tool. Bunu mən bu dərsdə izah eləmək istəmirəm. Bunu ayrıca bir dərs olaraq keçəcəm. Belə deyim də, videolarımızda və yaxud da şəkillərimizdə hər hansı bir görüntünü oradan götürmək üçündür. Yəni, bunu xüsusi olaraq bir dərs formasında keçəcəm. Daha sonra gəlir Puppet Pin Tool. Bunu da yenə başqa bir dərsdə göstərəcəm, amma qısa formada bugün də göstərə bilərəm. Məsələn, hər hansı bir şəklimizi seçirik. Puppet Pin Tool ilə işarələyirik. Daha sonra Selection toolumuzu seçib, baxın dostlar, bu formada əyə bilirik. Bugünkü dərsimiz bu qədər dostlar. Bugün biz sizinlə alətlər paneli ilə tanış olduq və bu toolları öyrəndik. Burada bir neçə toolları, 3D ilə bağlı olan toolları və Roto Brush toolunu növbəti dərslərdə keçəcəyik. Dərsim sizə faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşək.